إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات واختلاف الليل والنهار لآيات لأولي الألباب الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار
وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. فاستجاب لهم ربهم أني لا أضيع عمل عامل منكم من ذكر أو أنثى بعضكم من بعض فالذين هاجروا وأخرجوا من ديارهم وأوذوا في سبيلي وقاتلوا وقتلوا لأكفرن عنهم سيئاتهم لأكفرن عنهم سيئاتهم ولأدخلنهم جنات تجري من تحتها الأنهار. ولأدخلنهم جنات تجري من تحتها الأنهار ثوابا من عند الله والله عنده حسن الثواب. صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار. على رسول الله وآله الأطهار. Bu günləri hamının bildiyi kimi İslam tarixinin ən mühüm, ən əzəmətli bayramlarından olan Qədirxan bayramıdır. Bu günləri sadəcə tarixi bir dənə hadisə deyil. Bu günləri həm Allahın dininin kamilləşdiyi gündür, həm ilahi nemətin tamamlandığı gündür, həm də bu günləri ümmətin gələcəyi üçün mühüm bir həqiqətin bəyan edildiyi bir gündür.
Mən deyərdim, İslam dininin ən böyük bayramlarından biridir, ən böyük bayramıdır bu günləri. Baxın, Qədirxum hicrətin 10-cu ilində Həzrəti Peyğəmbərimiz vida həccindən qayıdarkən baş vermişdi. Minlərlə müsəlmanla birlikdə Həzrəti Peyğəmbərimiz Məkkədən Mədinəyə qayıdır, Cühə yaxınlığında olanda Qədirxum adlı məntəqədə əmr gəldi ki, dayan. Baxın bunun ayəsinə, Maidə surəsi 67-ci ayə. Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Ayə diqqətlə qulaq as. Ya Peyğəmbər, əmr gəlir. Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Əgər sən bu işi görməsən, onun risalətini yerinə yetirməmiş olarsan. Ayənin sonuna baxın. Allah səni insanlardan qoruyacaqdır. Bu ilahi əmr nazil olduqdan dərhal sonra Peyğəmbər karvana əmr elədi ki, dayan. Görün nə vəziyyətdir. Öndə gedənləri Peyğəmbər əmr elədi ki, onları geri çağır. İnsanların bir hissəsi arxadadır. Peyğəmbər dedi, gözləyin, qoy, onlar da gəlib çatsınlar. Günəşin qızmar hissi deyir, yandırır. Çox isti bir havadır. Elə bir havada Peyğəmbər bir məclis qurdurdu. Bu sözlərə diqqətlə qulaq asın. Burada bir nöqtə var. Bugün bizə çox söz atırlar. Ona görə bunları nöqtə və nöqtə deyirəm ki, bu tarixi əzbərləyin, bilin, yadda saxlayın. Günəşin istisi tarix yazır, insanları yandırır. Peyğəmbər əmr elədi ki, məclis qurun. Yazırlar, karvanın dayandığı yerdə 5 ədəd Səmurə adlı iri səhra kolu bitmişdir. Peyğəmbərimiz buyurdu ki, kolların altını süpürün. Sonra buyurdu, kollardan birinin üstünü parçayla örtün, bir kölgəlik yaradın. Orada deyir, dəvənin kəzavələri var idi. Dedi, o kəzavələrlə bir dənə də minbər qurun, minbər düzəldin. Görün ha, məsələ necə mühüm bir məsələdir. Peyğəmbər minbər də qurdurur. Deyir, dəvənin kəzavəsindən də minbər qurun. Ora təmizlənir, öndə gedənlər geri çağırılır, geridə olanlar gözlənilir. Belə bu kifayətdir ki, məsələ necə mühümdür. Həzrəti Peyğəmbərimiz cəmaatla birlikdə zöhr namazını qıldılar. Sonra qalxdı minbərə. Qalxdı bir dənə xütbə dedi. Xütbə uzundur. Mən mətləbi deyəcəm. Xütbənin əvvəlində Peyğəmbərimiz Allaha həmd sənə etdikdən sonra buyurdu ki, mən tezliklə bu dünyadan köçəcəm. Sizlə vidalaşıram. Və bildiyiniz kimi, məşhur Səqələyn hədisini dedi Peyğəmbər ki, özümdən sonra, ey ümmət, sizə 2 dənə ağır əmanət qoyuram. Quran və Əhl-i Beyt. Ondan möhkəm yapışın. Həmin 2 əmanətə ehtiramla yanaşın. Peyğəmbər buyurur. Ondan uzaq düşməyin. Sonra yanında durmuş Həzrəti Əli əleyhissalamın əlini tutub yuxarı qaldırır. Dediyi söz. Ey cəmaat, möminlərə başçılıq etməyə, onların özündən daha layiqli kim var? Sual verir Peyğəmbər. Hamı bir mənalı bu cavabı dedi. Bunu Allah və onun elçisi daha yaxşı bilər. Biz bilmərik. Allah bilər onun elçisi ilə. Peyğəmbər deyir, yaxşı. Bu zaman Allah mənim mövlamdır. Peyğəmbər deyir, mən də möminlərin mövlasıyam. Onlara hökm etməyə özlərindən daha da layiqəm. Sonra məşhur hadisə. Həzrəti Peyğəmbər Əli əleyhissalamın əlini qaldırdı orada. Bu hədisidir. Mən kuntu mövla, fəhaz əliyyum mövla. Mən kimin mövlasıyam, mən kimin rəhbəriyəmsə, Əli əleyhissalamdır. Həzrəti Əli də onun mövlası və rəhbəridir. İndi başlayaq xütbəyə. Bu aydın oldu bu kəlmə. İndi bu günləri bizə nə deyirlər? Mövla dost deməkdir. Bizim problem buradadır. Bizim problem buradadır. Tarixi oxumamışıq deyə, bəzən o sözü deyəndə deyirik, hə, düzdür. Mən də deyirəm, düzdür.
Ərəbcədən tərcümədə dost var. Var. Ona görə əvvəlindən incə gəldim ha məsələyə. İndi bax. Bu sözü demək, üzr istəyirəm sözləri. Vicdanlı insana yaraşmaz ki, deyəsən Mövla dostdur. Peyğəmbər orada dost kəlməsini işlədir. Həqiqətən yaraşmaz. Niyə? Həzrəti Peyğəmbər kimi böyük bir dənə şəxsiyyət. Yazır tarixdə 120 mindən çox insan vida həccindən qayıdır. Nə dedim sözün əvvəlində? Qızmar günəşin altında istidən dayanmaq olmur. Peyğəmbər o buyda cəmaatı deyir, burada gözləyir. O istidə önə gedən insanlar var, Peyğəmbər deyir gözləyin, onları qaytarın dala. İsti yandırır, arkadaşları deyir ki, çağırın, tez gəlsinlər, çatsınlar bura. O buyda cəmaatı yığır, nə üçün? Əli mənim dostumdur. Peyğəmbər kimi şəxsiyyətə bu yaraşar. 3 gün insanlara deyir ki, gəlin, Əli ilə görüşün. Peyğəmbər niyə görüşək? Əli mənim dostumdur. Belə şey var. Cəmaat bilmir ki, Həzrət Əli Peyğəmbərin dostudur. Nə dost? Onlar dostdan ötə olublar, qardaş olublar. Bir can olublar, bunu hamı bilir. Mübahilə ayəsini bir dənə xatırlayaq yüngül. Günündə onun ətraflı danışarıq da, hamımız bilirik, burası xatırlatma. Bilirsən də, Peyğəmbər və Ali, Peyğəmbərə sələvat zikr edək. Peyğəmbər xristiyanlarla bir dənə mübahilə elədi. Ali İmran surəsi 61-ci ayə, bu ayədə də heç bir məzhəbdə ixtilaf yoxdur. Hamı bir mənalı olaraq bu ayəni qəbul edir. Təfsirdə də heç bir problem yoxdur. Hamı eyni şeyi qəbul edir. Və qısasını deyirəm. Əbnana əbnəəkum. Siz öz övladlarımızı, biz də öz övladlarımızı. Baxırlar Peyğəmbər yanında İmam Həsən, İmam Hüseyin var. Nisa'ana nisa'akum. Siz öz xanımlarınızı, biz öz xanımlarımızı. Baxırlar xanım Zəhran gətirib. Gəldiyi nöqtəyə. Ənfusana, ənfusakum. Siz özünüzü, biz özümüzü. Baxırlar Peyğəmbər özü deyəndə yanında Həzrət Əlini gətirib. Peyğəmbər Həzrət Əlini özü bilir. İndi burada çıxdı Qədirxunda dedi ki, mən kuntu Mövla fəhazı Əliyyum Mövla. Əli mən möminlərin dostuyam, Əli də mənim dostumdur. İşte bu. Belə bir şey mümkündür. Məntiq var, ağıl var. Mövlanın bir mənası dost ola bilər. Söz yox. Amma burada, bu hadisədə Mövla, yəni rəhbər. Peyğəmbər buyurdu ki, mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir. Baxın, cəmaat Peyğəmbərin əhatəsindən dağılışmamışdan əvvəl sonuncu ayə. Bu da nazil oldu. Elə bu ayə də kifayətdir də. Allah buyurdu ki, bugün sizin dininizi sizin üçün kamil etdim. Sizə olan neymətimi tamamladım. Və sizin üçün din olaraq İslamı bəyənib seçdim. Maidə surəsi 3. Allah beni niyə göndərdi? Peyğəmbərin əli dostdur deyə. Bunlar dost oldular, Allah da göndərdi ki, dini tamamladın, dini kamil etdin. Qədirxun bizə bir neçə böyük dərs verir. Bir dənə o 3 dənə, 4 dənə dərsdir. Onu deyim inşallah bitirirəm. Birinci dərs. Qədirxun hadisəsinin bizə verdiyi dərs İslam dini heç bir zaman rəhbərsiz ola bilməz. Hər zaman bu dinin bir rəhbəri olacaq. Və bizə dərs verdi ki, İslam dini heç bir zaman nizamsız bir din deyil. Onun özü üçün bir nizamı var. O nizamdan da davam edəcək. Allah-u Teala insanları həm peyğəmbərlərlə, həm də hidayət rəhbərləri ilə doğru yola yönləndir. İndi ikinci dərsə bax. Qədirxun bizə öyrətdi ki, ey insanlar, haqqı bəyan etməkdən heç vaxt çəkinməyin. Peyğəmbər bilirdi, mən bu ayəni desəm, mən bu kəlməni desəm ki, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır, hələ bir söz deyəcək orada. İnsanlar müxtəlif münasibətlər göstərəcəklər. Bunu bilirdi. Bunu bilə-bilə də Allahın əmri necə də onu çatdırdı. Ona görə o birinci ayə oxudum, onun sonunda deyir Allah. Allah sizi onlardan qoruyacaq. Peyğəmbər əsələn çəkinmədi. Haqq nə cürüysə onu da dedi. Üçüncü dərs nə idi?
Əhl-i beytə məhəbbət imanın əlamətlərindəndir. Baxın, Həzrət Əli əleyhissalam elm, təqva, ədalət, mərdlik və ixlasın nümunəsidir bizlər üçün. Onun həyatına baxanda hər bir insan bir dənə Həzrət Əli əleyhissalamın həyatına baxsa, orada nə görür? Ancaq İslamın gözəlliklərini. Dinimizin gözəlliklərini görmək istəyirsən, Həzrət Əli əleyhissalamın həyatına bax. Ona bir dənə diqqət elə. Qədirxum günü bizə nəyi xatırlatdı? Müsəlman, özünə mömin deyən şəxs yalnız namaz qılmaq, oruç tutmaqla olmur. Müsəlman deyir, həm ədaləti sevməlidir, həm haqqı müdafiə etməlidir, həm də zülmə qarşı durmalıdır. Zülmün qabağından susmamalıdır. Həzrət Əli əleyhissalamın bizə öyrətdiyi dərs, güc ədalətsizliklə deyil, ədalətsizliyə yox, deyir, haqqın müdafiəsinə sərf edilməlidir. Sonra deyir, elm təkəbbürlənmək üçün yox. Təkəbbürlənim ki, mən filan elmləri oxumuşam, filan dərsləri oxumuşam, deyir, bunun üçün istifadə eləmə. Elmi insanlara xidmət üçün istifadə eləməlisən. Vəzifə, məqam, dünya malı üçün deyil. Allahın razılığını qazanmaq üçün istifadə olunmalıdır. Baxın, bu günləri Qədirxum bayramını qeyd edirik. Elə son sözüm bu olsun mənim. Həzrət Əli dedi ki, ədalətdən nümunədir. Bizlər o Həzrət Əlinin ədalətindən nə qədər nümunə götürürük? Baxırıq onun həyatına, ədaləti görürük. Özümüz üçün nə qədər nümunə götürmüşük? Biz onun təqvasına baxırıq. Onun təqvasından öz həyatımızda nə qədər istifadə edirik? Öz təqvamızı onun həyatına baxıb nə qədər düzəldirik? Və yaxud Həzrət Əlinin kasıblara qayğısını bilirsiniz də, yetimlər atası deyirdilər. Ehtiyac sahiblərini gecə vaxtı heç kim görmədən gedib onlara yardım edərdi Həzrət Əli əleyhissalam. Biz də onun həyatına baxıb bu işlərdən nə qədər görürük? Nə qədər ehtiyaclı insan qapısını döyürük? Nə qədər yardıma möhtac olan insanların yanına gedirik? Nə qədər yetim başı sığaldırıq? Həzrət Əli əleyhissalamın dövründə yetimliyini hiss eləməzdi. Heç vaxt qoymazdı ki, yetimliyini hiss eləsin. Hətta deyir, bunu bir dəfə demişəm, o vəziyyətə gəlib çatırdı ki, səhabələrdən bəziləri arzulurdu ki, mən də kaş yetim olaydım. Həzrət Əli o qədər yetimlərə qayğı göstərirdi. Deyir, öz əli ilə balı qoyardı yetimlərin ağzına. Deyir, səhabələr bunu görürdü, arzulurdu, ey kaş biz də yetim olaydıq. Hani bizlər yetimlərə nə qədər qayğı göstəririk? Deyir, Həzrət Əli əleyhissalamın davamçısıyıq. Onun həyatına örnək götürürük. Nələri örnək götürürük? Əslində Qədirxum, belə də yazırlar, birliyin, hidayətin, ədalətin, mənəviyyatın bayramıdır. Bu günlər deyir, möminlər bir-birinə sevgi göstərməlidir. Bir-biri ilə əsl qardaş olduqlarını göstərməlidir. Aralarındakı o kin var ha, incilik var ha, bu bayrama xatir. Deyir, onları aradan götürmək lazımdır. Onları yox etmək lazımdır. Bu günləri Allahın razılığını qazanmaq çox asandır. Bu bayram günü. Çox asandır ki, insan Allahın razılığını qazansın. Allahdan istəyirəm, Allaha and verək izzətinə, cəlalına, böylüyünə, qüdrətinə xatir bizi Peyğəmbərin və onun pak əhl-i beytinin yolundan ayrı salmasın. Allaha and verək izzətinə, cəlalına, böylüyünə, qüdrətinə xatir bizim qəlblərimizi iman nuru ilə işıqlandırsın. Ölkəmizə əmin-amanlıq qismət eləsin. Xalqımıza, millətimizə birlik, bərəkət nəsib eləsin inşallah. Allaha and verəm izzətinə, cəlalına, böylüyünə, qüdrətinə xatir bizləri Qədirxumu həqiqətən başa düşən və həqiqətən Qədirxumun davamçılarından qərar versin inşallah.
müessisi, dinin temeli, aşıklar derdinden oluptur deli. Birinci imamın Murtaza Ali, İkinci imamı mesvedin gerek. Garip şielere begi vetendir, canlar hasretinden veysi garendir. İkinci imam İmam Hasan'dir. Üçüncü imamı vesvedim gerek. Susuz Kerbela'da can vermek şan. Düzdür deyirsiniz, doğrudur. Niye Kerbela'ya toxanır? Bu 12 imamın tərqimatı. 12 imamın vəsvəti deyil mi? Oxuyuram inşallah müqəddimə üçün. Susuz Kerbela'da can vermək şan, qəbrinin türbəti dəxlə dərman. Üçüncü imamım Hüseyn'e qurban ilahi, dördüncü imamı vəsvedim gərək. Zalimlər önündə vüqarlı mətin, gözleri kan yaşlı yarası derin. Dördüncü imamım Zeynal Abidin. Beşinci imamı vəsvedim gerek. Yardı elimleri eyledi zahir, yardı elimleri eyledi zahir, öğretti kalbine Allah'a hatir. Beşinci imamım İmam-ı Bagir. Beşinci imamım İmam-ı Bagir. Altıncı imamım vesvedim gerek. Daima kim besler ona münafik, dostları olacak cennete layık. Altıncı imamım Cafer-i Sadik. Yedinci imamı vesvedim gerek. Şükredip secdeden Allah'a daim, şükredip secdeden Allah'a daim. Zalime gazepli, mümine herlim. Yedinci imamım Musa-i Kazim. Sekizinci imamı vesvedim gerek. Ahuya zamittir, derde devadir. Heremi cennettir, desem revadir. Olmayanlara nasip olsun inşallah. Heremi cennettir, desem revadir. Sekizinci imamım garip rizadir. Dokuzuncu imamım vesvedim gerek. Naharfler sevmeyip hiç zaman hakkı tanıyar hücceti olmayan şehit. Dokuzuncu imamım Muhammed Taqi. Onuncu imamı vesvedim gerek. Yürekler nuruyla taktır övmeyi, eliyle ucaldı dinin beyreği. Onuncu imamım Aliyen Negi. 11. imamı vesvedim gerek. Yusufler hüsnüne olup müşteri. Yusufler hüsnüne
üzünə olub müştəri, gözəllik mülkünün odur sərvəri ilahi. 11-ci İmamim Həsən Əskəri, 12-ci İmamim vəsfedim gərək zamanlar keçsə də yenə cavandır. Zamanlar, əsrlər keçsə də yenə cavandır. Bəsirət əhlinə üzü əyandır. 12-ci İmamim sahib zamandır. 12-ci İmamim sahib zamandır. Fənayı ağamı vəsfedim gərək adına, ayaqda zikredim gərək. Salavat inşallah. İnşallah. Bugün Səbəbşəhərlərin adamımız Həzrəti Əli Əleyhisselamın vəsfində inşallah köməkli göstərərsiniz inşallah. O yani göz yuman hakkı koyedin ben sana izzam. Kimi seçmiştik Qədir Xumida rəhbər bizə Allah. O yani göz yuman hakkı koyedin ben sana izzam. Kimi seçmiştik Qədir Xumida rəhbər bizə Allah. Odur möminlərə Mövla, odur möminlər üçün şah. Eşidin bir daha etsin bu sözüm sizləri agah. Əli bir kani vəfadir, Əli bir kani vəfadir, bizə məhrəmdir bizimdir. Kim əgər əhli riyadir, sizə məhrəmdir sizindir. Kim əgər əhli riyadir, sizə məhrəmdir sizindir. Bu nə həngamədir ki, aləmə zülmət ələnibdir. Zülmət yəni qarşı tərəfin sözünə deyir şair. O vilayət günəşindən çoxusunu kölgələnibdir. Sizin əlinizdən isə yollardır şaxələnibdir. Tək əlinin yolu haqq nuruna ancaq bələnibdir. Bu yol Allah'tan ətadir, bizə məhrəmdir bizimdir. O həmən yol ki xətadir, sizə məhrəmdir sizindir. Bu yol Allah'tan ətadir, bizə məhrəmdir bizimdir. O həmən yol ki xətadir, sizə məhrəmdir sizindir. Keçən məclisdə dedim, bəlkə də olmayanlar oldu, xatırladım bəzi qardaşlar. Əli Əleyhisselamla bağlı bir dəfə bəhsim oldu ömrümdə, bir dəfə. Qarşı tərəfdən, o da başqa dildə, İngiliz dilində. O ki gəlib bura çatanda, andozlarla dedi, qardaş, bir sənə var. Əgər istəyirsən sənlə qardaşlıq eləyib, bu söhbəti salmacına. Sən, mən dünyanın o başında, sən bu başında. Mənlə bu söhbəti eləməklə. Tütüm yoxdur, mən haqqı deyil ama bu subutla, dəlillə. Yəni, bu dedim yoxdur, yəni əgər qardaşlıq deyirsənsə, onda bunu qəbul edəməlisin. Özün də gör harada yaşırsan. Buna görə də, əziz qardaşlar, Allah bizləri hər iki dünyada Peyğəmbər və Ali Peyğəmbərlə dost qərar versin inşallah. Allah xeyr-əqəmətimizi xeyirlər edilsin. Qətisizliğine dönüksüz bilir alem bunu aşkar.
Kimi qəbul elədiniz siz, kimi gör eylədiniz inkar. Bizə biganəsiz artıq sizin öz rəhbəriniz var. Bizim öz rəhbərimiz var. Bir adı Heydər-i Kərram, o bizim haqqı nümadir. Bizə məhrəmdir bizimdir, o ki nahaqqdır fənadir. Sizə məhrəmdir sizindir. Bu gedişlə çətin olsun daha bir kimsə ümidiniz. Süm haramzadələrlə dolub ətrafı mühitiniz. Nə igidiniz var, nə ərəniniz, nə də ki vardır şəhidiniz. Bu bizim əhl-i beytimiz, o sizin şibri yəziniz. Bu bizim ali əbadi, bizə məhrəmdir bizimdir. O sizin zat-ı zinadir, sizə məhrəmdir sizindir. O sizin zat-ı xarabdir, sizə məhrəmdir sizindir. Əli sevən ürəklərin həmişəlik səfası var. Əli sevən ürəklərin həmişəlik səfası var. Cahanda hansı millətin Əli kimi ağası var. Əbəs deyil ki vəz verir onu cahanda düşməni. Əbəs deyil ki vəz verir onu cahanda düşməni. Əməlləri nişan verir Nurine celası var. Ali Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali Bahamdi. Ali Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali. Peygamberi Xuda özü gedəndə ərş-i davəni keçirdi hər məkanidən, görürdü murtəzası var. O yerdəki Xuda ilə dayandı söhbət eylədi, elə ki Rəbbana dedi, görüb əli sədası var. Ali Ali Mola, Ali Ali Mola, Ali Ali Mola, Ali səs ver. Ali Ali Mola, 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 Ali. Yetimler pənahi, yetimler pənahi, məzlumların ahi, müminlerin şahi. Ali Ali Ali, 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 Vahim. Ali Ali, Ali Ali, Ali Ali, Ali Ali, Ali Ali, Ali Ali, Ali Ali. Allah'ın aslani, Allah'ın aslani, hakikat dastani, hakikat dastani. Fatimen insani, Fatimen insani. Ali Ali Ali, Ali Ali, Ali Ali, Ali Ali, Ali Ali, Ali Ali, Ali. Bir dakika, bir dakika. Xeyberi feth eden, Xeyberi feth eden, düşmeni khar eden, düşmeni khar eden, Resulun şad eden, Resulun şad eden. Ali Ali Ali, Ali Ali, Ali Ali, Ali
cismi de zalim, tabi tevalim, gözdeki nurim, hem de gururim. Mola, 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 Ali, Ali, mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali. Ses verək. Ali, Ali, mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola. İslam'a server Ali'dir Ali, Şah-ı Meşer Ali'dir Ali, Sâgi Kosar Ali'dir Ali, Aşık-ı rehber Ali'dir Ali, Mola, 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 Ali, Ali, mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola. Bayram ses ver. Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, dertlere derman Ali'dir Ali, tabibin olman Ali'dir Ali, aşık-ı Sübhan Ali'dir Ali, natik-i Kur'an Ali'dir Ali, mola, 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 Ali, Ali, mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali, 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 mola, Ali, Ali, mola, Ali, Ali, mola, Ali. Ey Mustafa'nın zilvesi, Ramazan'dan da. Ey Mustafa'nın zilvesi, ey nur Heyder şölesi, rıza, rıza, rıza. Gülzar Zehra meyvesi, zalim rıza, zalim rıza, rıza, rıza. Ey dertlere derman adam, sen çeşmeyi iman adam, rıza, rıza, rıza. Canım sana kurban adam, canım rıza, canım rıza. Mevlası sağ müminlerin, elimin büyük sabrin derim. Zamini sen gariplerin, canım rıza, canım rıza, rıza, rıza. Mevlası sağ müminlerin, elimin büyük sabrin derim. Zamini sen gariplerin, canım rıza, canım rıza. Alem sana olsun feda, tek sağlığın ruher bu. Aşık cezel dillerde bu, canım rıza, canım rıza, rıza, rıza. Adım rızayet menbeyi, ruhum şefayet menbeyi, rıza, rıza, rıza. Adım rızayet menbeyi, ruhum şefayet menbeyi, rıza, rıza, rıza. Nurum vilayet menbeyi, canım rıza, canım rıza, canım rıza, canım rıza. Zikrele bu kelme-i müşkemberi, zikrele bu kelme-i müşkemberi. Şam-ı seher her gün ol serveri, şam-ı seher her gün ol serveri.
Çün davulup bun günüdür rəhbəri. Çün davulup bu günüdür rəhbəri. Salli əla Muhammed və ali Muhammed. Bahəm. Salli əla Muhammed və ali Muhammed. Bir də salli əla salli ala Muhammed ve ali Muhammed. Ahmed-i Muhtar-ı Muhammed Nagi, Sadi-i Erbab-ı Rizayet Zeki. Ahmed-i Muhtar-ı Muhammed Nagi, Seyyid-i Erbab-ı Rizayet Zeki. Şad ile bu zikriyle peygamberi. Şad ile bu zikriyle peygamberi. Salli ala Muhammed, salli ala Muhammed, salli ala Muhammed, salli ala Muhammed. Aşık olanlar gelecek mahşere, bir nəzər eylən ola bu çox kərə. Bir salavat zikr elə Peyğəmbərə, bir salavat zikr elə Peyğəmbərə. Salli əla Muhammed, salli əla Muhammed, salli əla Muhammed, salli əla Muhammed. Salli ala Muhammed, salli ala Muhammed, ali Muhammed. Ya Rab ne edeyim, Ya Rab ne edeyim, derdime derman bize gelsin. O gül yüzlü ağa sahibi devranı bize gelsin. Hasret çekirəm ərşə çıxıb ateş-i hicrin. Ah nalım, əsinat-ı gülram bize gelsin. Məşuq verəni aşıq ilə cömrü cəfani. Hoşdur çəkəni qüssə-i gəncam bizə gəlsin. Yoktur ona tan Xani İrfan qapısında. Zəhra gülü o Yusuf-i Kənan bizə gəlsin. Bir kəs görə bilsəm üzünü cənnəti görməm. Bir kəs görə bilsəm üzünü cənnəti görəm. Cənnət desən o, cənnət rizvanın bizə gəlsin. Xəncər yarası sayca güzel çatsa da xoşdur. Mənim sözümdür, bir şairin sözüdür. Xəncər yarası sayca güzel çatsa da xoşdur. Tək bir gecə o gülüzlü can bizə gəlsin ya məhdil. Azancı yarın vəsinə yəqin ki dayanmaz. Olsun yenə xub, Məhdi xuban. Olsun yenə xub, Məhdi xuban bizə gəlsin. Olsun yenə xub, Məhdi xuban bizə gəlsin. Salavat inşallah. Allah.